Heç düşündünüzmü ki, verdiyiniz qərarların arxasında əslində kim dayanır? Yəni, sizi siz edən nədir? Bax, bugün biz şəxsiyyətimizin o ən dərin qatlarına baş vuracağıq. Bizi idarə edən o gizli qüvvələri üzə çıxaracağıq. Gəlin, bu maraqlı səyahətə birlikdə çıxaq. Və bütün səyahətimiz, bax, bu sualla başlayır. Mən kiməm? Yəqin ki, bu, bəşəriyyətin özünə verdiyi ən qədim, ən fundamental sualdır. Görünüşdə çox sadədir, elə deyilmi? Amma əslində bu sual, şəxsiyyət psixologiyasının o dərin, mürəkkəb dünyasına açılan bir qapıdır. Yaxşı, hazırsızsa gəlin o qapını aralayaq və görək içəridə bizi nə gözləyir. Psixoanaliz deyir ki, əsl cavablar heç də göz qabağında deyil. Onlar suyun altındadır. Necə? Yəni, təsəvvür edin ki, sizin zehniniz bir icebergdir. Suyun üstündə gördüyünüz o kiçik hissə var ha, o sizin şuurunuzdur. Yəni, fərqində olduğunuz düşüncələr, hisslər. Amma əsl böyük hekayə suyun altındadır. O nəhəng, görünməyən hissə bizim şuur altımızdır. Bütün o gizli arzular, dərin qorxular, unudulmuş xatirələr, bax, onlar hamısı orada gizlənir. Və biz heç fərqinə varmadan davranışlarımızı pərdə arxasından idarə edir. Yaxşı, bəs bu möhtəşəm iceberg modelinin memarı kimdir? Əlbəttə ki, Sigmund Freud. Onun insan psixikası haqqında irəli sürdüyü bu model, bugün danışacağımız demək olar ki, hər şeyin təməldaşıdır. Gəlin baxaq görək, Freud bizim zehni dünyamızı hansı üç əsas hissəyə bölürdü? Deməli, hər şey iddən başlayır. İd nədir? Təsəvvür edin ki, sizin içinizdə heç bir qayda tanımayan, ancaq həzz axtaran bir varlıq var. Bax, o iddir. Şəxsiyyətimizin ən ibtidai, ən çılpaq, instinktiv tərəfi. Məsələn, çox vacib bir iclasdasınız və birdən dəhşətli dərəcədə acdınız. İçinizdən bir səs pıçıldayır ki, boş ver iclası, dur get yemək ye. İndi! Bax, o səs məhz iddir. Nəticə falan vecinə deyil, sadəcə istəyinin dərhal yerini yetirilməsini tələb edir. İndi gəlin spektrin tam o biri başına keçək, superego. Əgər id içimizdəki ərköyün uşaqdırsa, superego da içimizdəki sərt müəllim və ya hakimdir. Bizim vicdanımız, mənəvi kompasımızdır. Cəmiyyətdən, valideynlərimizdən öyrəndiyimiz bütün düzdür, səhvdir, ayıbdır kimi qaydalar məhz burada toplanıb. Həmin o iclasdakı aclıq məsələsinə qaydaq. Dayan, iclasın ortasında yemək olmaz, ayıbdır, səbirli ol, deyən səs var ha, bax o superegodur. O bizi daima mükəmməl olmağa məcbur edir və səhv edəndə bizə o vicdan əzabını yaşadanda məhz odur. Yaxşı, bir tərəfdə hər şeyi indi istəyirəm deyən id, o bir tərəfdə heç nə olmaz deyən superego. Bu iki ziddiyyətli qüvvə arasında kim sülh yaradır? Bax, səhnəyə ego çıxır. Ego bizim rasional tərəfimizdir, reallıqla əlaqə quran hissəmizdir. O bir növ diplomatdır. Onun vəzifəsi idin tələbləri ilə superegonun qadağaları arasında bir orta yol tapmaqdır. Yəni, ego deyir ki, sakit olun, nə iclasdan çıxırıq, nə də aclıqdan ölürük. Gözləyək, iclas bitsin, sonra gedib özümüzə əla bir nahar ziyafəti verərik. Gördüyünüz kimi, ego hər kəsi məmnun edən real, məntiqli bir həll yolu axtarır. Deməli, Freydə görə bizim zehnimiz əslində daimi bir döyüş meydanıdır. Bir tərəfdən id qışqırır, mən bunu indi istəyirəm. O biri tərəfdən superego sərt şəkildə cavab verir. Xeyr, bu tamamilə səhvdir. Və bu iki nəhəngin arasında qalan ego daima çalışır ki, bir kompromis, bir barışıq yolu tapsın. Bax, bizim şəxsiyyətimiz, gündəlik verdiyimiz hər bir qərar məhz bu bitib tükənməyən daxili mübarizənin bir nəticəsidir. Freudin fikirləri sözün əsl mənasında psixologiyada inqilab etdi. Amma hekayə bununla bitmir. Onun öz tələbələri, yəni bir növ Freudin övladları bəzi məsələlərlə razılaşmadılar. Onlar düşünürdülər ki, Freud hər şeyi cinsi və bioloji instinktlərə bağlayaraq mənzərəni biraz daraldır. Beləliklə onlar Freudin qoyduğu o möhkəm təməlin üzərində öz yeni, fərqli baxışlarını inşa etməyə başladılar. Gəlin bu yeni baxışlara qısaca nəzər salaq. Məsələn, Carl Jung dedi ki, dayanın, şuuraltı təkcə bizim şəxsi arzularımızdan ibarət deyil. Daha dərin bir şey var. Bütün bəşəriyyətin ortaq olduğu bir kollektiv şuuraltı. Alfred Adler isə dedi ki, əsas məsələ cinsəllik deyil, əsas məsələ sosialdır. Biz insanlar cəmiyyətdə üstün olmağa, özümüzü təsdiq etməyə çalışırıq. Karen Horn isə söhbəti tamamilə başqa yerə gətirdi. Bizim problemlərimizin, nevrozlarımızın kökü instinktlərdə yox, qurduğumuz insan münasibətlərində, uşaqlıqdakı təhlükəsizlik hissimizdədir. Gördüyünüz kimi, hər biri fokusu fərqli bir yerə çəkdi. Bax, Karen Horney'nin bu sözləri əslində bütün bu yeni yanaşmanın mahiyyətini göstərir. O deyir ki, nevroz yalnız seksual sıxışdırmadan yox, sosial münasibətlərdəki gərginlikdən yaranır.
Yəni, başqa sözlə desək, Horney bizə deyir ki, gəlin problemlərin kökünü təkcə insanın daxilindəki qaranlıq instinktlərdə axtarmayaq. Gəlin onun münasibətlərinə, cəmiyyətlə əlaqəsinə baxaq. Bu, psixologiya üçün həqiqətən də çox böyük bir dəyişiklik idi. Bütün bu şuuraltı, daxili münaqişələr söhbətindən sonra psixologiya səhnəsinə tamamilə fərqli, işıqlı bir cəryan çıxdı. Psixoanalizin insan təbiətinə biraz qaranlıq, bədbin baxışına cavab olaraq doğulan üçüncü qüvvə, humanistik psixologiya. Onlar dedilər ki, gəlin insanın qaranlıq keçmişinə yox, onun parlaq gələcəyinə, potensialına və azad seçiminə fokuslanaq. Bax, bu, həqiqətən də çox önəmli bir nöqtədir. Humanizm sadəcə havadan yaranmadı. O dövrdə psixologiyada iki böyük güc vardı. Biri deyirdi ki, insan şuuraltının quludur, psixoanaliz, digəri də deyirdi ki, insan sadəcə ətraf mühitə reaksiya verən bir robot kimidir. Davranışçılıq. Humanizm isə bu iki yanaşmaya qarşı bir etiraz bayrağı qaldırdı. Xeyr dedi, insan nə quldur, nə də robot. İnsanın azad iradəsi və böyük bir potensialı var. Ona görə də ona üçüncü qüvvə deyirlər. Humanistlərdən danışanda ağla ilk gələn adlardan biri Abraham Maslow və onun məşhur ehtiyaclar piramidasıdır. Fikir çox sadədir. Maslow deyir ki, bizim motivasiyamız pillə-pillə qalxır. Piramidanın ən altında nə var? Ən təməl ehtiyaclarımız, yemək, su, yəni həyatda qalmaq üçün lazım olanlar. Bu pilləni keçdikdən sonra təhlükəsizliyə ehtiyac duyuruq. Sonra sevgi, aid olmaq hissi gəlir. Daha sonra hörmət qazanmaq istəyirik. Və yalnız bütün bu pillələri bir-bir çıxandan sonra piramidanın ən zirvəsinə, yəni özünü reallaşmaya doğru hərəkət edə bilərik. Yaxşı. Bəs nədir bu piramidanın zirvəsindəki özünü reallaşdırmaq? Bu sadəcə çox pul qazanmaq və ya məşhur olmaq demək deyil. Bu sizin daxilinizdəki bütün potensialı üzə çıxarmağınızdır. Yəni, bir rəssamın çəkə biləcəyi ən gözəl əsəri çəkməsi, bir musiqiçinin bəstələyə biləcəyi ən möhtəşəm musiqini bəstələməsi, qısası, ola biləcəyiniz insanın ən yaxşı versiyasına çevrilmək. Maslova görə psixoloji sağlamlığın son məqsədi məhz budur. Humanist cəbhənin digər bir nəhəngi, Carl Rogers isə sağlamlığa biraz fərqli pəncərədən baxırdı. Onun üçün açar söz uyğunluq idi. Yəni, təsəvvür edin, iki dairə var. Biri sizin özünüzü necə gördüyünüz, olmaq istədiyiniz insandır. Digəri isə reallıqda kim olduğunuz, gündəlik təcrübələrinizdir. Rogersə görə psixoloji sağlamlıq bu iki dairənin bir-biri ilə nə qədər çox üst-üstə düşməsindən asılıdır. Nə qədər çox kəsişmə varsa, o qədər bütöv və xoşbəxt hiss edirsiniz. Yaxşı, bu qədər nəzəriyyədən danışdıq. Freud, Adler, Maslow, Rogers. Bəlkə də düşünürsünüz ki, bunlar sadəcə tozlu kitablardakı köhnə fikirlərdir. Amma əsla elə deyil. Onların hər biri özümüzü anlamaq üçün bizə verilmiş fərqli bir eynək, fərqli bir baxış bucağıdır. Gəlin bu əsas iki eynəyi, yəni psixoanalizlə humanizmi yan-yana qoyub fərqlərinə baxaq. Baxın, bu iki baxış insan haqqında bizə tamamilə fərqli iki hekayə danışır. Psixoanaliz deyir ki, sən keçmişin, uşaqlıq travmaların tərəfindən idarə olunursan. Sən keçmişə zəncirlənmiş bir məhbus kimi idarə olunursan. Məqsədin o zəncirləri qırmaqdır. Humanizm isə tam tərsinə. Deyir ki, xeyr, sən gələcəyə yönəlmiş bir varlıqsan, sənin azad seçimin var və öz potensialına çatmaq üçün hərəkət edirsən. Biri keçmişə, digəri gələcəyə baxır. Yaxşı, gəlin bütün bu səyahətimizi qısaca ümumləşdirək. Nə öyrəndik? Birincisi, şəxsiyyətimiz həm gözlə gördüyümüz, həm də görmədiyimiz suyun altındakı qüvvələrlə formalaşır. İkincisi, Freud və onun davamçıları fokusu keçmişdəki münaqişələrə və şuuraltına yönəltdilər. Sonra gələn yeni nəsil isə buna sosial və mədəni amilləri də əlavə etdi. Üçüncüsü, humanistlər sükanı tamamilə başqa tərəfə döndərib, gələcəyə, seçim azadlığına və insan potensialına baxdılar. Və bəlkə də ən vacibi, bunların heç biri yeganə düzgün cavab deyil. Hamısı özümüzü anlamaq üçün bir alətlər qutusundakı fərqli alətlər kimidir. Və sonda, sizi bu sualla tək buraxmaq istəyirəm. Bir anlıq dayanıb özünüzə baxın. Sizin həyat hekayənizə, verdiyiniz qərarlara, hansı nəzəriyyə daha çox işıq tutur? Siz daha çox keçmişinizin, şuuraltınızın təsiri altında olduğunuzu hiss edirsiniz, yoxsa azad iradənizlə öz gələcəyinizi, öz potensialınızı formalaşdırdığınızı inanırsınız? Cavab yalnız sizdədir. Bu barədə düşünməyə məncə həqiqətən dəyər.